16 noyabr tarixində OTK sınaq imtahanı salınmış. Sual izahı ilə davam edirəm. Kanala abunə olub videoları bəyənməyi unutmayın. 2 rəqəmli ədədin rəqəmlərinin cəmi 12-dir. 2 rəqəmli ədəd deyəndə AB üstü xətli ədədi başa düşülür. Rəqəmlərinin cəmi 12-dir. Yəni A plus B 12-dir. Bu ədədin onluqlarını göstərən rəqəm, yəni A, təkliklərini göstərən rəqəmin 50%-nə bərabərdir. Yəni A bərabərdir B vur 50 böl 100. Burada da sıfırları silsək, qalar 0,5 B. Aparaq indi yerinə qoyaq. Harda? Baxın bu tənlikdə. 0,5 B üstə gəl B bərabərdir 12. B'lər toplasaq 1,5 B bərabər 12. B'ni tapanda 12-ni bölək 1,5-ə. 12-ni bölək 1,5-ə. Bərabərdir. Edəcək 8. B'miz 8-dirsə A da olacaq 4. Çünki cəmi 12 idi. 2 rəqəmli ədədimiz isə 48 olacaq. Çünki bizdə 2 rəqəmli ədədi AB ilə işarə etmişik. Düzgün cavab C variantı.